Bu cəmiyyətlər hamısı bu xırda ailələrdən ibarət deyilmi? Bu ailə özü bir cəmiyyətdir də, xırda bir cəmiyyət. O yerdə ki, oranın əhli Allahdan qorxmazsa, Allah iman gətirməzsə, Allah səmanın da yerin də bərəkət qapılarını bunların üzrə bağlayır. Necə ki, ayədə keçdiyi kimi. Nə vaxt xeyir, bərəkət qalxır, o yerdə, o diyarda Allahdan qorxanlar olmayanda, iman gətirənlər olmayanda vallahi xeyir, bərəkət qalxacaq. Qalxacaq, sonra da Allah qorusun, bir də gördün Allah Taala elə bir bəla müsibət göndərdi ki, elə bu yağışların yağması bir tərəfdən bəla müsibət idi, bəzi hələ də ayılmadı. Dalbada yağışlar yağdı, nə günə qaldı Bakı və sair bəzi kəndlər, bölgələr qardaş. Buna belə baxırıq, təbii fəlakət, təbiət hadisəsi. Elə baxmaq lazım deyil. Bəli, təbiətdə bir hadisə baş verib, lakin təbiətdə hadisənin baş verən fəsadı səbəbi nədir qardaşım? Yer əhlinin fəsada uğraması deyilmi şey? Bəli. Məncə ayədə keçilir. Quruda da, dənizdə də fəsad baş götürdü. Əllərinizlə törətdiyinizi qarşısında. Bəli. Günahlar səbəbi ilə fəsad baş verir. Qardaş, Allah Taala durduğu yerdə heç kəsə bəla müsibət göndərmir. Deməli insanlar ayılın, problem içindəsiniz. Allahdan üz çevirmisiniz, uzaqlaşmısınız. Hələ Allah bizi belə deyək də günlərlə, həftə yağan yağışla imtahan etməli. Gör bir həftə dağlar yağsaydı nə olardı Bakının halı? Vallahi batar. Ramanın yenə kimi özünə gələ bilmir. Dizə kimi yağışın altındadır. Hələ bəzi bölgələr var ki, yağışın suyu çəkilmir qardaş. Bir həftə yağsa nə olar? Təmiz həyat dayanardı qardaş. Ona görə insan fikirləşməli ki, niyə baş verir bu xəyanət? Bax o şeyləri araşdırmaq lazım. Niyə görə xəyanət baş verir? Niyə görə cinayət baş verir? Hamısı birinci növbədə Allahdan qorxmamaq. Allahın dinindən uzaq düşməkdir. Şeytan da işin görür.